Xəmirin gözəlliyi deyib susuram. Çox gözəl xəmir acıyıb. Çox qəşəngdir. Mütləq bulka xəmirini biraz duru edin. Yəni qatı xəmir yoğurmayın. Ümumiyyətlə bulkadır, külçədir, çörəkdir. Xəmiri qatı olanda, yəni bərk olanda yaxşı olmur. Biraz duru hal edin. Onda daha gözəl, yumşaq alınır. Və indi daha bir ilk edirəm. Yəni ilk dəfədir bu cür bulka hazırlayıram. Sizlər də görəcəksiniz. Bəlkə sizlər də etməmişdiniz. Amma mütləq yoxlayın bu üsulu da. Möhtəşəmdir. Bulkalar elə bir ki, mağazadan alınmışdı. Yəni o dərəcə gözəl idi. Belə keks qablarında hazırladım. Keks qabların içərisinə kağız da əlavə etdim və səliqəli formada. İlk öncə biraz xəmirdən götürüb əlavə edirəm. Daha sonra ortasına içilik əlavə edirəm. Zövqə görə istədiyiniz içilik əlavə edə bilərsiniz. Mən bişmiş qatlaşdırılmış süd istifadə etdim. Biraz da damla şokolad. Gel. Ne kadar oldu değil mi? İşte neyse. Yeah. Çok sıkıntı. Ben telefonu istiyorum. Neyse. Evet, belə bir keks qabım var idi. Orada da hazırladım. Burada ise içecek olarak alma cevizi istifadə edirəm. Bulkalardan hazır oldu. Və indi qoyuram pişməyə. Üzərinə yumurta sarısı çəkirəm və kündüz səpirəm, qoyuram 100 dərəcədə pişməyə.